İran Təl-Əvivə hücumu zamanı yeni ballistik raketlərdən istifadə edib. İran ötən sutqa ərzində yeni növ silahlardan istifadə edərək İsrail şəhərlərinə bir neçə geniş miqyaslı raket hücumu dalğası həyata keçirib. Hücumlar zamanı İran tərəfi kaset döyüş başlıqları ilə təchiz edilmiş ballistik raketlərdən istifadə edib. Belə sursatlar bir neçə ayrı-ayrı döyüş başlığına bölünərək 10 kilometrədək radiusda olan hədəfləri vurmaq qabiliyyətinə malikdir. Bundan əlavə, əhəmiyyətli dağıdıcı gücə malik döyüş başlıqları daşıyan iri ballistik raketlər atıb. Şənbə günü İranın raket atəşləri baxımından ən intensiv günlərdən biri olub. Səhər saatlarından günortayadək ardıcıl 10 hücum dalğası qeydə alınıb. Zərbələr bir neçə əraziyə, o cümlədən Təl-Əvivə endirilib. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq Respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri Amerika Birləşmiş Ştatlarının Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.